Nəhayət gəldim, çatdım bura. Yol çox uzaq idi. Həqiqətən 300 kilometr göstərirdi mənə, amma 4 saatdan çoxdur yoldayam. Çünki bura çata-çatda hardasa 60 kilometr ancaq meşə yolu idi. O da ki 30-40 sürətli yol idi. Eşitdiyimə görə, yəni bir forumda oxudum ki, hətta bu yerə bəzi bandalar, Rus və Balkan bandaları nəzarət eləyirlər. İndi günün günorta vaxtıdır, heç kimi görmürəm, düzdür, amma yenə də ehtiyatlı olmaq lazımdır. Çəkilişə başlamadan öncə istəyirəm düşün biraz ətrafı müşahidə eləyim, baxım nə var ətrafda. Burada bəzi evlər də görürəm, desə yaşayış da var. Ona görə əlimdən gəldiyi qədər ehtiyatlı olum, təmkinlə davranım. Düşün ilk öncə müşahidə eləyim, bəlkə heç girmək mümkün olmayacaq, amma əlimdən gələni eləyəcəm. Mənə nə gözlədiyini bilmirəm, ilk dəfədir gəlirəm bura. Ona görə istəyirəm birinci ətrafı müşahidə eləyim, baxım görüm nə var orada. Əgər içəri girmək mümkün olsa girib çəkəcəm. Olmasa da bayırdan sizin üçün çəkib göstərəcəm oranı.